Salam uşaqlar. Bugün 6-cı sinif üçün KSG 1 paylaşıram. Gəlin başlayaq. Birinci sualımız belədir. Укажите существительное среднего рода. Orta cinsdə deməli sözü ismi tapmalıyıq. Orta cins deyiriksə o, y ilə bitən və istisna olaraq mə ilə bitən sözlər var. Onları siz deməli bilməlisiniz. Обувь, моя обувь, burada уже женский родdadır. Deməli, bu gəlmir. Так. Дальше. Помощь, моя помощь. Əlbəttə, bu da gəlmir. Линия, моя линия deyirik də. Düzdürmü? Женский roddadır. И знамя, мое знамя. Mə ilə bitir və burada bu orta cinsə aiddir. Deməli, bizdə burada D variantı düzdür. Дальше. Второе. Укажите существительное мужского рода. Мужской rod kişi cinsində olan söz hansıdır? Голубь. Мой голубь. Burada məxki znakla bitsə də bu istisna sözlərdir uşaqlar. Onları yadınızda saxlamalısınız. Deməli, голубь burada kişi cinsindədir. A variantı düzdür. Грусть, моя грусть, ночь, моя ночь, моя вещь. Bunlar уже женский roddadır. Ona görə də bizdə burada uyğun gələn bircə A variantıdır. 3-də укажите существительное женского рода. Qadın cinsinə aid olan A ya məxki znakla bitən, düzdürmü? Мой нож deyirik. Burada kişi cinsindədir. Молодежь, моя молодежь bu B variantıdır. Kirpiç, kamış samitlə bitir və görürsünüz ki, bu kişi cinsinə aiddir. Dəlşi. Tak. Dördüncü sualımız. Так, devam edək. Dördüncü sualda qaldıq, eləmi? Так, укажите существительное среднего рода. Deməli, средний rod orta cinsdir və orta cinsə aid olanlar bilirik ki, bir də deyirəm o, y və y ilə bitəndir. Kafe, mayo kafe deyirik, düzdürmü? Deməli, A variantını buradan götürə bilərik. Deməli, çünki обувь, моя обувь, женский род, моя площадка, моя фамилия, bunlar qalanları женский roddadır. Пятое. Укажите существительное мужского рода. Kişi cinsində olan. Gəlin baxaq. Площадь, моя площадь, bu женский roddur. Garaj, мой garaj deyirik. Bu мужской roddur. Моя крепость, моя речь, qalanları женский roddur. Keçək. Так, davam edək 6-cı sualımıza. Aha. 6-da укажите существительное в единственном числе. Tək halda olan sözü tapmalıyıq. Mоря, dənizlər, apelsini, apelsinlər də belə. Bratья, qardaşlar, земля, torpaq. Əlbəttə ki, земляdır. Укажите существительное во множественном числе. Yəni, cəm halda ismi tapmalıyıq. Слово, söz. Tak. Burada 2 dənə slova verilibdir. Heç nə. Ola bilər ki, biri slova, biri slavadır da. Slova deyiriksə, biz deməli A variantını seçə bilirik burada. Çünki söz deməkdir. Oy, uşaqlar, üzr istəyirəm. Biz cəmdə axı axtarırıq. Deməli, slova olarsa burada bu tək halda verilibdir. Amma slava olarsa, məsələn, onda cəmdə ola bilər. Slava, məsələn, A ilə yazılsa, axı sözlər desə, onda cəm seçə bilərik. Deməli, bunlar deyil. İndi burada ikisi də eyni sözdür. Дети, uşaqlar deyiriksə, burada уже cəmdə verilib. Yəni, C variantını seçirik. Так, persik də verilibdir. Şaftalı burada tək haldadır. Так, укажите существительное в единственном числе. Burada tək halda olan ismi tapmalıyıq. Yogurt, дочери, стулья, юбки. Yogurt, bəli, burada tək haldadır. Amma дочери, qızları, stulya, oturacaqlar, yubki, yəni yubqalar da belədir. Ətəklər. Deməli, bizdə yogurtdur. 9. Так, 9-cu sualımız. Укажите существительное во множественном числе. Cəm halda olan множественное число. Deməli, yarmarka tək haldadır. Yakara, lövbər, burada lövbərlər, yəni cəmdə verilibdir. Ayran, yeda, burada tək haldadır.
Десятое. Укажите существительное в единственном числе. Tek halda olan isimler. Hansıdır? Dеревья, ağaçlar. Люди, insanlar. Ayva, heyvadır. Əlbəttə ki, bu tek haldadır. Listya, yarpaqlar. Burada уже cəmdə verilibdir. Belə uşaqlar, sağ olun, görüşərik.